Ukraynanın minlərlə hərbçisi Rusiyada mühasirəyə düşdü. Tramp Putindən rəhm eləməsini xahiş elədi. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump martın 13-də Rusiyalı həmkarı Vladimir Putinlə danışdığını bəyan edib. Report xəbər verir ki, bu barədə Rusiya kütləvi informasiya vasitələri məlumat yayıb. Trumpın fikrincə, Ukraynada münaqişənin dayandırılması üçün çox yaxşı şanslar var. O qeyd edib ki, Putindən Kursk vilayətindəki Ukrayna hərbçilərinə rəhm eləməsini xahiş edib. Minlərlə Ukrayna hərbçisi Rusiya hərbçiləri tərəfindən tamamilə mühasirəyə alınıb. Onlar ağır və həssas vəziyyətdədirlər. Mən prezident Putindən onların həyatını qorumağı təkidlə xahiş elədim deyə Trump bildirib.